Bu sevginin ahır ya zindan ya ölüm. Ah niye sevdik birbirimizi? Qismətim var necə deyim üzünə. Gəl məni öyrətmə özün özünə. Baxanda deyəcək Baxanda deyəcək gözüm gözünə. Ah niyə sevdik birbirimizi? Gəlirsən yuxuma mələklər kimi. Qəlblər üşüdən küləklər kimi. Söyləyə ürəyim diləklər kimi. Ah niyə sevdik birbirimizi? Kaş ki yüreğin sever, gülüşlerin danış. Kaş ki yüreğin sever, gülüşlerin danışır.
Çox sağ olun Elnur, təşəkkür edirik. Təbii ki, bu səhər çağı o canlı ifanla, o canlı müşahidə bizə böyük bir zövq verdin. Buna görə çox sağlığımızı bildiririk sənə. Sabahın xeyir olsun deyirik və bizim tamaşaçılarımızı da salamlayırıq. Xoş gördük sizə əziz tamaşaçılarımız. Nə yaxşı ki musiqi var, nə yaxşı ki söz var, nə yaxşı ki biz varıq, siz varsınız. Sevincimizi, düşüncələrimizi, duyğularımızı bölüşmək üçün insanlar var və nə xoş ki o qəlbində müqəddəs duyğuları yaşadan insanlarla biz sizi bax bu verilişdə səhər sovqatında görüşdürə bilirik. Bugün də bu ənənəmizə sadiq qalmışıq ki, çox maraqlı qonağımız var və bəri başdan söyləmək istəyirəm ki, onlar bölgələrimizdən bizə təşrif buyurublar və siz də çox intizarda saxlamaq istəmirəm və onları dərhal sizə təqdim etmək istəyirəm. Şairə İradə Aytel və Əvəz Süleyman bugün bizim verilişimizin qonaqlarıdır. Xoş gəlmişsiniz hər ikiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Necəsiz? Bizi dinləyən, bizə baxan hər kəsin sabahı xeyir olsun. Sabahınız xeyir olsun. Buyurun Əvəz müəllim, siz necəsiz? Sabahınız xeyir qızım. Bakını salamlayıram. O gözəl Azərbaycanımızı salamlayıram, xalqımızı salamlayıram. Bugünkü bu veriliş bizim də qismətimiz oldu və biz üçün əziyyət çəkən sizin bütün kollektivinizi salamlayır. Çox sağ olun, var olun. Sizin sözünüzü səhv etməmsə, Əvəz müəllim, deyirsiniz ki, yaxşı əhval-ruhiyyə sağlam düşüncənin qidasıdır. Bəli. Çox da doğru vurğulamısınız bunu. Bəli, qızım. Sağlam, bəli, düşüncə, yaxşı əhval-ruhiyyənin qidasıdır. Bəli, bugün Azərbaycanımız böyük irəliləyişlər içindədir. Hər bir adamda, hər bir şəxsdə bu sağlam düşüncə kimi öz yerini tutub. Hamımız fikirləşirik ki, müharibəsiz, gözəl, belə hər tərəfli inkişaf edən bir vətənimiz var. Bəli. Bu bizim üçün bir sağlam düşüncəyə çevrilib. Bizim istər gənc nəslimizdə, istər orta nəslimizdə, istərsə yaşlı nəslimizdə bu gün Azərbaycanımıza qarşı gözəl bir məhəbbət var. O məhəbbət də bizi sağlam saxlayır və xoşbəxt saxlayır. İstəyərdim ki, elə bu düşüncə bizim nə gənclərimizdə, nə orta nəsildə, nə də yaşlı nəsildə əksik olmaz. Heç zaman gözəl bir arzudur. Var olsun Azərbaycanımız deyirik. Və o yaxşı əhval-ruhiyyədən danışdıqsa, təbii ki, səhər çağı bizi onu bəxş edən burada çox istedadlı insanlar var. Onları ben ayrı-ayrılıqda təqdim etmək istəyirəm. Bugün Elnuru tarda Bəhruz Zeynalov, kamançada Ceyhun Muradov, nağarada Elnur Əliyev və klavişdə Rubayel Əzimov müşahidə edirlər. Siz də xoş gəlmişsiniz uşaqlar verilişimizə. Bir iki gözəl ifalar hələ var qarşıda. Biz İradə xanım, bu yaz ovqatında, yaz əhvalında biz əminik ki, siz heç də əli boş gəlməmişsiniz bizim proqramımıza, bizim verilişimizə. Mütləqdir ki, bugün sizin şeirlərinizi böyük məmnuniyyətlə dinləyəcəyik. Son dövrlərdə bir-iki poeziya ilə gəlmişsiniz, eləmi? Bəli, şeirlərimi gətirək. Ümumiyyətlə ilk olaraq, bəli, mən şeirlə gəldim ədəbiyyata. Demək olar, 3-cü sinifdən, yəni söz qoşurdum, şeir yazırdım. Elə ilk kitabımda şeir kitabı olub. Nə gözəl. Bugün bilmirəm, indi son dövrlərdə yazırsınızmı İradə xanım? Məsələn, son şeiriniz hansı bir vaxtda təsadüf edib? Demək olar ki, son vaxtlar əsasən mən jurnalistlik fəaliyyətimlə məşğulam. Tənqidçi kimi, səhv etmirəmsə. Kitablara resenziyalar yazıram, belə yazılarla çıxış eləyirəm. Ancaq axırıncı dəfə şeirimi bilmirəm nə vaxt yazmışam, varsa 2-3 ay öncə olar. Çox əvvəlcədən çox maraqlı bir sualla başladınız ki, mən özüm baharda doğulmuşam. Elə bax, burada da hazırladım. İlk şeirim də Bənövşə şeirimdir və siz bahar ovqatından söz saldınız. Bəli, bəli. Rica etsək sizdən, olar mı? Çox istəyərdim o şeirimi, çünki həm özüm sevdiyim şeirimdir, həm də baharı çox sevirəm. Bahar insanların ovqatına təsir edən bir fəsildir. Buyurun. Gözlərini bənövşən açmır, səni gözləyir. Yaz olsa da ətriniz saçmır, səni gözləyir. Oyan deyir süd mehi, bükür boynunu ehi, yarpağındakı şehi içmir, səni gözləyir. Qorxur yad əllər dəyər, qurur kolatda dəyə, sözlüm gələcək deyə köçmür, səni gözləyir. Aynə gözəl. Bir həzinlik gətirdiniz bu səhər çağı bizə. İradə xanım, baharda doğulduğu üçün baharı sevirəm. Ümumiyyətlə, şairlərin çox sevdiyi 2 fəsil var da, biri sonbahardır, biri də ki ilk bahardır.
Siz bu seçimi edəndə hansını da daha çox Mən sevirsiniz? də elə aprel ayının onundan Nə gözəl. həyata gəlmişəm. Bilirsiniz, böyük sənətkarlar, məsələn, Səməd Vurğunu nəzərdə tuturam. Yazda dünyaya gəlir. İnkişaf etmiş bizim böyük aktyorlarımız var, sənətçilərimiz var. Onların əksəriyyəti yaz fəslində dünyaya göz açıblar. Ümumiyyətlə, yaz fəslində doğulanlar məndə belə bir inan var ki, nəsə onlarda qeyri-iradi bir inkişaf olur. Müəyyən bir sahədə özlərini doğruldurlar. Bəlkə götürüb araşdırsalar, bizim bu oxuyan müğənnilərimizin də, incəsənət işçilərinin mən deyərdim ki, bir qədəri bəlkə çoxluğu bəlkə yaz fəslində doğulanlar təşkil edərdir. Buna mənim böyük bir inamım var. Ümumiyyətlə, yaradıcı insanlar əvəzlə biraz fərqli olurlar da. Bilmirəm, indi şairlər öz doğum günlərində hansı hədiyyələr almağı daha çox sevirlər? Hə. Yaradıcı insanlardır, o cümlədən də şairlərin və yazıçıların dünyası tamam bir oxşarsız bir dünyadır. Öz fikirlərində, öz xəyallarında, öz dünya görüşləri ilə yaşayan insanlardır. Bunlar ətrafı çox da diqqətlə öyrənmək istəmirlər. Onları tutan müəyyən bir hisslər var, həyəcanlar var. O hisslərlə, o həyəcanlarla onlar uzun müddət yaşayırlar. Və axırda da onlar vərəqlərə tökülür, şeirlər olurlar. Mənim üçün çox maraqlıdır. Bax, bu yaradıcı insanlardan danışdıqsa, ümumiyyətlə, adi həyatda onlara çətin olmurmu yaşamaq, məişət problemləri falan, ələxüsusda xanım şairlər üçün, İradə xanım? Əslində biraz çətin olur. Hardasa anlamamaq onları. Olar ki, mən doğum günü ilə bağlı buyurun. bir fikir söyləyim, sonra keçid alım. Mən doğum günümü heç sevmirəm. Həmin gün telefonları söndürürəm. Adətən çalışıram ki, heç Azərbaycanda olmayım. Bilmirəm, başqalarından necədir bilmirəm, amma doğrudan mən o günü sevmirəm. Mənə təbrik eləsinlər, ad günümü təbrik eləsinlər, zəng vursunlar. Heç sevmirəm, heç sevmirəm. Bu günün səbəbi yaş üstünə yaş gəlməkdirmi? Yox, mən elə həmişə belə olmuşam. Orta məktəbdən belə olmuşam. Bilmirəm. Səbəbini özünüz də bilmirsiniz. Doğum günümdə nə hədiyyə qəbul eləməyi sevmirəm, nə təbriki sevmirəm, qətiyyən. Qaldı o biri sualınıza. Çətindir əslində, amma bir tərəfi də var ki, yaradıcı insanlarda yaradıcılıq planlı şəkildə qarşına qoyulmur ki, mən oturum şeir yazım, mən oturum yazım. O içdən gələndə, nə vaxt hansı bir işi görürsən, gör içdən gələndə onsuz da yazırsan, məncə o dərəcədə də mane olmur. Siz çoxsaylı hekayələrin müəllifisiniz, sizin də nəsr əsərləriniz var və ədəbiyyatçılar sizin hekayələrinizi həyat hekayələri adlandırırlar. Çünki daha çox həyatdan götürmüş mövzuları çalışırsınız, işləyirsiniz. Ümumiyyətlə, nədir sizin üçün bədii, ədəbiyyat, hər ikiniz olacaq sualım, bu həyatın güzgüsüdürmü və necə fərqləndirirsiniz, necə zaman ayırırsınız, yəni nə vaxt nəsrə, nə vaxt şeirə müraciət olur sizdə? Bilirsiniz, ədəbiyyat böyük mövzudur. Bəli. Ədəbiyyat incəsənətin növlərindən biridir. Ədəbiyyat surət-i təvəccürdür. Ədəbiyyat həyatın bədii ifadə tərzləri ilə dərk olunmasıdır. Ümumiyyətlə, mən deyərdim ki, ədəbiyyat tarixdən sonra bütün elmlərin gözəlliyini daşıyan böyük bir varlıqdır. Profesör Nizaməddin müəllim mənim axırıncı kitabıma ön söz yazanda o biz xəbərim bir-birimizdən ayrı olan adamlarıq. O mənim hekayələrimi həyat ətri adlandırmışdı. Bəli. Bu söz mənim yadıma düşsəydi, yəqin ki, mən bununla bağlı bir hekayə də yazardım, həyat ətri hekayəsi də yazardım. Bunu Nizaməddin müəllim yazdı, profesör yazdım. Çox sağ olsun ki, misal üçün o belə qiymət verdim. Bəs nə üçün qızım həyat ətri? Bu nə verir?
yaradıcılığı həyat ətri deməklə həyatdan götürülmüş yaradıcılıq insana nə verir? Mirzə Ələkbər Sabir böyük bir tarixi keçid keçib. Onun əsərləri hamısı yaşadığı dövrün həyatından yazıb. Olduğu kimi yazıb. Başqalarına oxşamaq istəməyib. İstəyib ki, həyatda nəyi görür, düzü düz onu yazsın. İndi bu mənadan da Mirzə Ələkbər Sabir dünyanın bütün dövlətlərində, böyük dövlətlərində, kiçik dövlətlərində hamısında nəşr olunub, paylanıb, hamısında tanınır. Dünya ədəbiyyatında oturub. Deməli, bu həyatı yazıb. Bu gün də bu həyat, onun yazdığı həyat bu gün də təzədir, bu gün də işlənir. Mən də istəmişəm ki, həyatı yazım ki, gələcəkdə görüm, yaşaya bilərəm. Bütün bu yazıcı və şairlərin həyatın nemətlərindən əl çəkib. Bədii dünyaya düşməsinin səbəbi nədir? Bunlar hamı istəyir ki, gələcəkdə yaşasınlar. Yəni bir iz qoysunlar da, əsas məqsəd qoysunlar. İz qoyub geçsinlər ki, gələcəkdə yaşasınlar. İndi mən də bütün hekayələrimi götürəndə hamısı maraqlı bir sual çıxır həmişə oxucularına. Mənə maraqlı bir sual gəlir. Sual budur, mənə deyirlər ki, olmuş hadisədir bu. Yəni bu dərəcədə inandırıcı olmalıdır ki, insanlar tərəfindən bu cür gözəl şəkildə qəbul olunsun. Hansı hekayələrimi oxuyurlarsa, istəyir uşaq hekayələrin, istərsə də başqa sujetli hekayələrimi oxuyacaq. Həmişə mən oxucularımın ilk sualı bu olur. Doğrudanmı? Bu həyatda gördükləri məsələ. Və düşünürəm ki, həmin o sual sizi çox sevindirir. Çünki bu dərəcədə inandırıcıdır. Azərbaycan müəllimi qəzetinə bir Yaşar müəllim adlı bir hekayəm getdi. Redaktor ilk dəfə oxuyanda ilk sualı bu oldu mənə. Əvəz müəllim, həyatdan götürmüsünüz? Dedim, yox, xəyalımın məhsuldur. Güldü, xəyalımın məhsuldur. Sada həyat hekayəsi. Yəni, həyatın güzgüsüdür sizin üçün. Mən belə fikirləşdim ki, bədii, ədəbiyyat. Radi xanım, nəsrin poeziyası və şeirin poeziyası. Düşünürəm ki, bunların fərqləndirən nəsə var. Mən Ramiz Rövşən yaradıcılığını çox sevirəm. Laf çox. Ramiz Rövşənin poeziyasını oxuyandan sonra, onun poeziyasını tam biləndən sonra nəsrinə keçid aldım. Və orada nəyi kəşf elədim? Şeir yazan, poeziyadan sonra nəsrə gələn adamın nəsri başdan ayağa poeziya olur. Yəni necə? Orada cümlələr, o sözlərin bir-birinə qohumluğu, harmoniyası, cümlələrdə bir, hər cümlədə poetik kəşf, Ramiz Rövşəndən gedir təbii ki söhbət. Onun üstündə quram söhbət. Ondan sonra gördüm ki, poeziyadan sonra nəsrə gəlmək, nəsrin poeziyasını yaradır və həm də çox gözəl yaradır. Zəngin edir. Yəni, dünya ədəbiyyatına da baxanda kimlər ki, poeziyadan nəsrə gəlib, onun nəsrini mən daha çox bulaq suyu kimi içə-içə oxuyuram, nəinki başqa birbaşa Nasirin nəsrini. Yəni, mən nəsrin poeziyasını çox sevirəm. Poeziyanın nəsri son zamanlarda ədəbiyyatda daha çox yayılıb. Bu postmodernist üslublarda sərbəst vəzindən çox yazılan, modernizm, postmodernizm getdikcə poeziyanın nəsrinə yavaş-yavaş keçid alır. Amma məncə bizdə, yəni ki, bizim ədəbiyyatın özülü heca vəznində, heca üstündə qurulub da Dədə Qorquddan üzü bu yana. Məncə bizdə bilmirəm, Azərbaycan ədəbiyyatında bu poeziyanın nəsri nə dərəcədə alınır, alınarmı bilmirəm, amma nəsrin poeziyasını çox dəstəkləyir və sevirəm. Siz özünüzü hansında daha rahat hiss eləyirsiniz? Nəsrdəmi, poeziyadamı? Əslində bilmirəm, yəni insanın içindən necə gəlir, mən bilmirəm ki, bu mövzunu mən poeziyam olacaq, ya nəsrm olacaq. Bunu mən bilmirəm. Mövzu içimdə necə gəlir, o cür yazıram. Ayıra bilməyəcəksiniz. Ən çox uşaq hekayələrimi sevirəm. Hə, uşaqlarla bağlı da hekayələriniz var, bəli. Əslində uşaqlar haqqında kitab yazmaq üçün bir uşaq psixologiyasına bələd olmalıdır insanlar, yazıçılar daha çox. Mən yanılmıram yəqin ki. Mən əvvəllər uşaq ədəbiyyatından uşaqlar üçün heç nə yazmırdım. Bizim Gəncədə bilirsiniz, bugün Azərbaycan uşaq ədəbiyyatının sütunlarından biri Gəncədə müdinə Aləmzir xanım Əlizadədir. Bəli. Yəni, mənim yazılarıma ilk dəfə qorxa-qorxa hekayəmi, uşaq hekayəmi ona göstərmişdim. O, demək olar ki, mənə güc verdi ki, iradə çox gözəldir işdə. Siz də bəli, uşaq ədəbiyyatına müraciət etmişsiniz. Bəli. Bugün biz oxucu qıtlığından çox əziyyət çəkirik. Bütün yazarlar. Maraqlı nədir?
uşaqlara əvvəlki quruluşda, belə deyək, Sovet quruluşunda hər bir həftədə sinifdən xaric oxu var idi. İndi o sinifdən xaric oxular bir qədər zəifləyib. Hər bir rayonun mərkəzində uşaq kitabxanaları var idi. Ümumiyyətlə, oxucu kütləsini biz qazanmaq üçün ən aşağısı özümüz, öz ziyalı təbəqəmizdən, yazıçı dostlarımdan, şair dostlarımdan götürəm ki, hamımız uşaq ədəbiyyatında bir iz qoyub getməliyik. Uşaq ədəbiyyatına yaradıcılığımız olmadı. Sonra uşaqları məktəblərdən o oxu vərdişini aşılamaq lazımdır ki, onların iş dünyası o internet dünyasına çevrilməsin. Ədəbi dünyaya çevrilsin. Ədəbi dünyanı yaşasın. Əgər biz uşaqlarımızı gələcəkdə o internet dünyasından qutarıb, sağlab insan kimi o iç dünyasını bizim, belə deyək də, biz nəslin keçmişi kimi qazanmaq istəyirsə, bugün hər bir yazarın ən aşağısı 1-2 uşaq ədəbiyyatında kitabı olsun. Uşaqlardan söz düşdü, əvəzməm, çox üzr istəyirəm. Bir hikmətli söz var, sizin fikrinizi səhv etmirəmsə, deyirsiniz ki, uşağı quzu kimi bəsləməyin ki, böyüyəndə də qoyun kimi onun dalınca düşməyəsiniz. Maraqlı fikirdir, əslində, bəli. Bəli, o deyimlərdədir, bəli. Siz həm də müəllimsiniz, yəni bu təlim tərbiyədə yəqin ki, müəyyən üsullar var da uşaqlarla. Ömrümün 50 ilini müəllim işləmişəm. O sahədən də təqaüdə çıxmışam. Yəni necə böyülməlidir ki, uşaqlar ki, yəni daha sonradan peşmançılıq çəkməsin? Bəzi valideynlər əzizgiramı tuturlar evladları və onlar uşağın özləri də bilmədən uşaqları əzizləməklə, qorumaqla filan şəhərə getmək, filan küçəyə çıxmaq, filan kəslə oturmaq, filan kəslə durmaq, belə ideyalarla bəsləyirlər. Axırda bir də baxıb görürlər ki, qonşunun uşağı, mən Şamaxını nəzərdə tuturam, Bakını təmiz tanıyır. Bunun uşağı küçədən oyuna çıxmayıb. Beləliklə, hətta onun yemək içməyini də belə qoruyur. Axırda görür ki, bu uşaq böyüyüb, gəlib, gənclik yaşına gəlib çatanda görür, bu uşaq öz yaşıdlarına nə qədər geri qaldı. İndi başlayır təzədən uşağına dostluq eləmək. O da gec olur. Ağıllı valideynlər, analar, qız uşaqlarına dostluq olmalı. Mənim belə bir fikrim var. Atanın bir dostu var, oğuldur. Oğlun bir dostu var, atadır. Qızın bir dostu var, anadır. Ananın bir dostu var, qızıdır. Əslində valideynlər 8-10 yaşından sonra öz uşaqları ilə yoldaşlıq eləməlidir. Həm də müəyyən sərbəstlik verilməlidir də uşaqlara, yəni çərçivə dərəcəsində. Biz bu mövzu o qədər geniş mövzudur ki, təbii ki, bunu danışmaqla bitirmək mümkün deyil, amma biz bugün istəyərdik sizin poeziyanıza da bir müraciət edək. Həm sizin, həm İradə xanım sizin. Bir şeir rica edəcəyik hər ikinizdən. Harada olar mı? Buyurun, Əvəzməm. Nə deyirəm? Elə mən bir o qədər mən sevgi şeiri yazan deyiləm. Ancaq biri var, icazə verirsinizsə olar. Hələ sevgidən də danışacağıq. Buyurun. Çiçəklər çiçəyim bəyənməyən dost, gül dediyim ballı sözü neylədim? Nazik gəzib, asta gəzən gözəlim, can yandıran, odlu közü neylədim? Sən gələndə tər tökürdü çiçəklər, sığal çəkib, tez süzürdü göyçəklər. Gülüşündən nəm çəkirdi bir çəklər. Tərlan gəzən oğrun gözü neylədin? Öyünürdün səhər əsəyən meh kimi. Ürəklərə nəm salırdın şeyh kimi. Göz qaytaran ahım vardı, beh kimi. Sən səpdiyin doğru, düzü neylədin? Demirəm ki, sən həyatdan doymusan. Demirəm ki, gözəllikdən soymusan. Demirəm ki, şuxluğundan qalmısan. Gül səpdiyin köhnə izi neylədin? Əvəz səni sordu güldə arıdan. Mən sormuşam. Üzü şişib yarıdan. Cumub baxdım sənə hündür barıdan. Bal süzülən
narın üzüm neylədir? Ne güzel. Çok sağ olun hocam. Buyur Rədi xanım, siz de dinleyin. Əvəz müəllim sevgi şeiri söylədi. Mən də özümə həsr elədiyim şeiri deyirəm. Qara qız şeiri. Bəxtinə rəngin düşdü, abəxtəvər olanım. Hanı baharın, qışdı, dərdi gövhər olanım. Bu yaz səninki deyil, bu qız dünənki deyil. Çək yazını dara qız, qara qız, ay qara qız. Hanı şirin nağılın, hanı balın, noğulun. Tələ qurdu yığvalın, düşdün tara, tora qız, qara qız, ay qara qız. Gəlinlik libasını, gözü yolda saçların geyindikcə öyün qız. Üzündəki naxışlar xınasıdır dərdinin, bəzəyinə söyün qız. Şana götür əlinə, göynək bağla belinə, telini yandara qız, qara qız, ay qara qız. Onu da deyim ki, mənim şeirlərimin çoxsunda folklorumuzdan gəlmə, bəli, mən folklora bağlıyam, çox bağlıyam, həm də niyə? Mən ədəbiyyata ilk gələndə Sədnik Paşa Pir Sultanı, bizim çox gözəl folklorşünasımız, alim. Yəni, o mənə o yol göstərənim olub, müəllimim olub və həm də çox sevdiyim, yəni doğmam qədər, atam qədər sevdiyim bir insan olub. Həm də Sədnik müəllim deyirdi ki, Aytel, mən öləndən sonra harada danışsan, məndən danış. Yəni, bunu mən bilərəkdən eləmirəm. Doğrudan da harada ədəbiyyatdan, poeziyadan söz düşürsə, mütləq Sədnik müəllim yadıma düşür. Yəni, folklora mən Sədnik müəllimə görə bağlıyam. Ne güzel. Biz onunla burada ünsiyyətdə doğmuşuq. Hörmət eləsin ona deyirik. Bir şeiriniz yadıma düşdü. Bax, bu şeirdən sonra Rədi xanım deyirsiniz, inanmışam, nağıllara inanmışam. Mən bir kənd qızıydım. Kənddə gözlədiyim 3 alma şəhərə düşdü. Gəldim şəhərə, amma 3'ü də məndən ötüşdü deyirsiniz. İzahını valla sizdən istəyəcəm. Bu kənd almasıyla şəhər almasının fərqi böyükdürmü və bəlkə nağılların arasında fərq var? Fərqini deyim. Bizdə mən adətən bunları özü yazılarımda, köşələrimdə yazmışam. Bilirsiniz, valideynlər bəzən övladları böyüyəndə, elə Əvəz müəllim də dedi, tərbiyə verəndə çalışırlar, maksimuma gedirlər. Ancaq o maksimum birdən-birə minimuma düşür ki, bunu bilmirlər. Mən körpəliyim bir başqa yerdə, bir başqa bölgədə olub, sonra universitetdən sonra birdən-birə mənim valideynlərim əvvəlki kəndə dönmələri, artıq mən başqa mühitdə böyümüşəm bu kəndə. Yəni, bunlar insan psixologiyasına çox böyük təsir edir. Yəni, nə kənddən kəndi ola bilmirsən, nə şəhərli ola bilmirsən, gedirsən şəhərə, orada arzularındır, yuxularında gördüyün xəyallarındır. Nə şəhərdə tapa bilmirsən, nə kənddə tapa bilmirsən. Və bu həyata da çox mənfi təsir göstərir. O şeirim onunla bağlı. İndi hal-hazırda amma Gəncədə yaşayırsınız. Gəncədə yaşayırsınız, siz də Şamaxıda yaşayırsınız. Oranın bu abu-havasından inşallah ki danışarıq, amma gözəl bir ifa dinləmək istəyirik. Əvəz müəllim, Rədi xanım dinləyək, daha sonra buyur Elnur.
Fəsli baharım gəlmədi. Ömrümü sərf etdim qışa, fəsli baharım gəlmədi. Nazını çəkdim, nazlı yarım gəlmədi. Yandı həsrətdən dilim yarə, paçandır gözlərim. Ötdü il, döndü fəsil, istəkli yarım gəlmədi. Ahular bəzmin tutub, bihuda fürsət gözlədim. Geldi her sevdalı dilber, öz istekli yarım gelmedi.
İstediğim kısmet için geri semte yüz tutun. İstediğim kısmet için geri semte yüz tutun. Çoktandır gözledim ben, yol vatan gelmedi. Bir münacim söyledi bəxtiyatı bey bileme. Radiyogahkilərdə çeşmi xumarım gelmedi. Bir münəccim söylədi bəxtin yatıb eybinə bax. Oldu agah ki nədən çeşmi xumarım gəlmədi. Hər yazan tökdü üzrə hər üzrə əşarın əli. Ortaya eşkidən sabah bir geri varım gelmedi. Aman aydan dibi. Sataram almağa gelir. Güzellere ben sataram almağa gelir. Güzellere ben satarım almağa gelir. Güzel almağa gelir. Almağa gelir. Güzel almağa gelir. Benim elvan günler
Çox sağ olun, teşekkür edirik. Elnur Zeynalov bugün bizim belə deyək də gözəl ifalarla opera balet teatrının solistisiz siz həm də. Çox gözəl və müşahidə də oradan da olduqca gözəl idi. Teşekkür edirik. Çox sağ olun bu gözəl ifaya görə. Gözəllərdən söz saldı Elnur və sizin bir sözünüz yadıma düşdü Əvəz müəllim. Deyirsiniz ki, qadınlar elə bir labirintdir ki, qadın dünyası daha doğrusu elə bir labirintdir ki, kişilər orada çətinliklə yol tapa bilirlərdi. Yəni azıb qalırlar o labirintdə. Əvəz müəllim, nədir bu məsələ? İzahını sizdən istəyərdik. Qızım, bu dünyada qalsın kitabını tərtib edəndə Bəli. elə mənim də xoşuma gələn söz elə o olmuşdu. Bizdən kişi dünyasının bir geniş yoxuşu var. Ailə üçün işləmək, ailəyə xidmət etmək, Bəli. balalara xidmət etmək və onun qazanıb gətirdiklərin evdəki xanım ustalıqla onları yerbəyer eləyib, əsl xəzinədar kimi onu saxlamaqdır. Bəli. Burada qadın dünyasının labirint olmağından söhbət açılırsa, burada ümumiyyətlə bu məhəbbət dünyası ki var, bu elə bir labirint dünyasıdır. Burada heç kəs özündən razı qala bilməz ki, mən burada düzgün gediş eləyib, bu andan bizi kimi ahıllıq yaşına qədər ötüşə bilmişəm. Məhəbbət dünyasında, ümumiyyətlə o labirintdə mən deyərdim ki, hamı hazır. Qadınlar da hazır ola bilirdi. Qadın dünyası onun üzərində çox işləyir. Ustalıqla keçir o dünyanı, qadın dünyası. Bərkdən, boşdan özün elə belə cəsarətlə, özünün ağıl dünyası ilə aparıb çıxarda bilir ki, o dünyada qadın dünyası az-azır. Ancaq kişi dünyası mənə elə gəlir ki, çox azır. Maraqlı etirafdır. Ağıllıdır da. Əlbəttə ki, qadın məxluqu biz ağılsız deyənmərik. Bəli. Əlbəttə ki, qadın dünyası, qadın gözəlliyin adıdır. Qadın gözəlliyin bir təcəssümüdür. Mən deyərdim ki, qadınlar